Sportdan proqramı reklam fasiləsindən ayrılır. Bizimlə qalın. Sportdan proqramı efirdədir. Qaldığımız yerdən davam edirik. Şəhərimizin Telekom Basketbol İdman Klubu Gəncə Dövlət Universitetinin idman oyunları zalında məşqlərə başlayıb. Süjeti izləyək. Gəncə Telekommunikasiya İdarəsinin Telekom Basketbol İdman Klubu bir neçə ildir ki, şəhərimizi Respublika yarışlarında təmsil edir. Klub uğurlu nəticələr göstərdikcə və populyarlaşdıqca onun üzvlərinin, bütövlükdə isə Gəncə şəhərində basketbol idman növü ilə məşğul olmaq istəyənlərin sayı artır. Bugün Telekomun həm qız, həm də oğlanlardan ibarət komandaları mövcuddur. Klub demək olar ki, yarandığı vaxtdan öz məşqlərini Gəncə Olimpiya İdman kompleksində edirdi. Lakin hal-hazırda vəziyyət dəyişib. İndi Telekom Gəncə Dövlət Universitetinin idman zalında məşqlərə başlayıb. Bizim komandamıza yaradılan şəraitə görə mən Gəncə Dövlət Universitetinin rektoru Profesor Elman Məmmədova öz adımdan komandamızın bütün idmançı, məşqçi, valideyn heyəti adından dərin minnətdarlığımı bildirmək istəyirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, Elman müəllim bizim cənab Prezident İlham Əliyevin çağırışı və ölkəmizdə bədən tərbiyəsi, idman, olimpiya hərəkatına köməklik etmək məqsədi ilə Dövlət Universitetində gözəl belə bir salon yeni təmirdən çıxmışdı və həmin salonda bizim komandamızın məşğul olması üçün şərait yaradılmışdı. Bizim kluba diqqət olduğu kimi biz məşqçilər də əlbəttə ki, məsuliyyət hiss edirik və yığım üzərində çox düzgün işimizi qururuq. Nəzərinizə çatdırım ki, bizim bu kluba yazılmaq üçün mütləq uşağın əvvəla mədəniyyəti, onun hansı ailədən çıxması və ən əsası da isə bizim kluba yazılmaq üçün mütləq parametrlar, basketbol parametrlarına cavab verməlidir. Onun boyu, çəkisi, yaş məhdudiyyəti mütləq nəzərə alınmalıdır. Bütövlüklə bunları nəzərə almağın nəticəsində biz qələbələr, biz böyük nəticələr əldə edə bilirik. İdman zalı yeni təmirdən çıxmış Gəncə Dövlət Universitetinin Bədən Tərbiyəsi və İdman Kafedrası tələbələrdə yüksək mənəvi, iradi və fiziki keyfiyyətlər tərbiyə etmək, onları əməyə və vətəni müdafiəyə hazırlamaq məqsəd daşıyır. Kafedrada yaradılmış idman klubu tələbələr arasında dərsdən kənar vaxtda səmərəli iş aparır. Burada idmanın ayrı-ayrı növləri üzrə məşqlər keçirilir. Bu bölmələrdə məşğul olan tələbələr təhsil, Gənclər və İdman Nazirliklərinin keçirdikləri universiada və birinciliklərdə müvəffəqiyyətlə çıxış edirlər. Ölkə başçısının bədən tərbiyəsi və idmana göstərdiyi xüsusi diqqət və qayğıya görə nəticəsində universitetin rektoru, Profesor Elman Məmmədov cənabı bizim zalı tam təmir elədi, gözəl bizə şərait yaratdı. Həmən şəraitin nəticəsində də bizim idmançılarımız gözəl yeri nəticələr əldə edirlər ki, hansı ki, bütün yarışlar bu zalda keçirilir. Onun nəticəsində də biz rektorluğa Elman müəllimə minnətdarlığımızı bütün kollektiv adından ona minnətdarlığımızı bildirir ki, bizə belə bir şərait yaradıbdır. Kafedrada yüksək ixtisaslı kadrlar, tanınmış idmançı müəllimlər, mütəxəssislər çalışır. Onlar gənc tələbələrə bədən tərbiyəsi və idmanın insan sağlamlığındakı rolunu anladır, onları güclü, dözümlü olmağa səsləyirlər. İdman kafedrasında 19 nəfər müəllim çalışır. Bunlardan güclü ixtisasçılarımız var. Voleybol üzrə idman ustası
İlham Ağayevdir. Voleybol üzrə məşğul olur. Tenis üzrə İlham Ağayev yenə də həmən adam tenisdən birinci dərəcəli tenisçidir. Güləşdən İsayev Xəzərdir. Bir respublikada yox da dünya birinciliklərinə gedən güləşçilərimiz var ki, hansı ki dünya birinciliklərində gedib birinci yer götürənlər var, ikinci yer götürənlər var. Bunlar bizim fakültənin nəticələridir. Yaxşı, güclü müəllimlərimiz var. Basketbol müəllimlərindən Amaliya müəllimi, Məmmədova Amaliya qızlar da məşğul olub. Yenə şəhər birinciliyində həmişə birinci yer bizim komandalar olubdur.